Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində torpaq uçqunu baş verib. Xəbər verilir ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal xüsusi riskli xilas etmə və dövlət yanğından mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerinə müəyyən edilib ki, qazıntı işləri aparılarkən torpaq qatı çöküb və nəticədə 2 nəfər torpaq altında qalıb. Xilas edicilərin operativ müdaxiləsi nəticəsində bir nəfər kişi xilas edilib. Digər şəxsin meyidi torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Dünən Bakıda mənzildən meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Nazirliyin 112 qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasına qalma ilə bağlı müraciət daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyidi tapılaraq aidiyyəti üzrə təhvil verilib.